Salam aleykum, hər vaxtınız xeyir olsun. Bitmilitkalarda yaranan problemlərdən biri bu suyun azalması, suyun gəlməməsi, isti suyun tamamilə çox zəif olduğundan temperatur da çox yüksək olur. 50-55 dərəcəyə qədər qalxa bilir və bunun səbəbi soyuq su girişi var. Burada girişdə filtr var, burada setkalı filtr. Düzdür, axşam vaxtı çəkməyə məcbur qaldım. Deməli, bax, filtrin içərisindən belə bir ərplər yığılır. Ərp. Bu suyun təzyiqini azaltmağa başlayır. Suyun təzyiqi azaldıqca istiliyi də yüksək olur. Və bu qədər. Yəni, usta çağırıb, baha qiymətə gəlib bunu sizdən pul alacaqlar. Bunu siz özünüz də edə bilərsiniz. Xətti açdınız, içindəki olan setkanı təmizlədiniz, все.